Kanal Leon. Qərəz nədir mənim əzizlərəm? Yəqin ki, hər biriniz yaxşı bilirsiniz ki, qərəz nə deməkdir və qərəz sözünün hərfi mənası da nədir? Bunu da elə bilirsiniz. Mən isə sadəcə qərəz haqqında bir balaca fikir və düşüncələrimlə bölüşmək istəyərdim. Amma sonra indi isə əl qərəz, Allahı tanımayan bəndələr, Allaha şək gətirən bəndələr, Allahın gecə gündüz göstərdiyi möcüzələri görməyən bəndələr, nədən Allah Taala'nın sizə verdiyi bu gözəl görən şahid gözlərinizi yumursunuz? Bu işıqlı dünyaya bir göz nəzər salan, bu dünyada nələr baş verir və bizim məmləkətimizdə? Bəlkə bu dünyaya və bizim məmləkətimizdə baş verənlərə diqqət etsəniz, sizin də sözünüz, fikriniz olacaq ki, hər hansı bir fikir və düşüncələrinizlə bölüşərək sizin yolunu azan bəndələrə hər hansı bir kəramətli, keçərli məsləhətiniz olsun. Onlar düz yollarına çala-çaxmaq, kələ-kötür yolla əvəz etməsinlər. Quyuya, dərəyə yuvarlanmasınlar. Bax elə, bu anda Nizami Gəncəvinin də kəramətli kəlamının yeri var. Günəşə göz yumub, yandırma çıraq, külək söndürəcək, onu bil ancaq. Bugünkü gündə yaşayıb dünənlə nəfəs alanlar, dünənlə nəfəs alıb keçmişi bugünə gətirmək istəyənlər, onlar kimlərdir? Bax elə, onları siz yaxşı tanıyırsınız. Mənsə sadəcə bugün baş verənləri analiz edirəm, öz fikir və düşüncələrimə rağmen. Dünəndən və keçmişdən bugünə kimləri gətirmək istəyirlər? Bu dünyada nə qədər məmləkətlər mövcuddur? Əgər bir məmləkətin dövlətçiliyi varsa və dövlət kimi mövcuddursa, demək bu dövlətin yaranma tarixi də mövcuddur. Məyər bugün sən əlində tutduğun tərəzidə bugünkü günlə, bugünkü tarixlə yaranma tarixini mi çəkirsən? Bu axı düzgün deyil. Məyər yaranma tarixi ilə dövlətin bugünkü tarixi tərəziyə mi gələr? Məyər tarixi tərəziyə mi qoyarlar? Yoxsa görülən işləri? Nəyi qoyursan tərəziyə? Keçmişlə bugünü? Hansı şəxsiyyətlərə önəm verirsən? Axı, hər bir dövrün yaşam tərsi olub, keçdiyi yollar olub, dava dalaşlar olub, höcətləşmələr olub, savaşlar olub, müharibələr olub. Keçmişdən bugünə nəyi gətirirsən? Hansı şəxsiyyəti bugünkü günə ərmağan vermək istəyirsən? Kimi? Tüm dünya məmləkətlərinin, həmçinin də bizim, hər bir dönəmimizin, tariximizin öz dahi şəxsiyyətləri olub, seçilmişləri olub, uluları olub. Bəli, dəyərli, qiymətli, müdrik rəssamları olub, loğmanları olub, yazarları olub, şairləri olub, alimləri olub. Kimi gətirirsən bugünə?
kimi? Məyər sənin hara baxırsan səninləyəm. Sənin bütün yolların hamardırmı? Sən heç bilirsənmi hansı məzhəbə qulluq edirsən? Və heç də müqayisəyə gəlinməzsən heç kiminlə. Məyər sənin yolların hamardır, xətkeş kimi düzdür və hər zaman müdriklərin ətrafında qorunursan və qarşına da həmişə yaxşıların yaxşısı çıxır. Bəlkə öz işlərindən, gördüyün əməllərdən danışasan, nəyi bacarırsan, nəyi? Ancaq siçan tələsi düzəldə bilirsən. Və bu siçan tələsinə bir parça pendir qoyursan. Bununla da iş bitdi. Kimləri bu tələyə salırsan? Mən bu tələlərdən çox danışmışam mənim əzlərəm. Demək, keçmişdən bugünə hansısa bir tarixi şəxsiyyəti, hansısa bir uluğuna dahini gətirmək və yaxud da keçmişi bugünə gətirmək düzgündürmü? Bugünkü günün bəndəsini keçmişin bəndəsi ilə müqayisə etmək olarmı? Hər birinin öz yolu var, öz işi var. Məyər sənin getdiyin yollardan danışdıq. Tutaq ki, xətkeş kimidir yolların. Yaranma tarixindən bugünə kimi gələn yollar. Tüm Azərbaycan və şəxsiyyətləri. Hər bir şəxsiyyəti götürək. İstər sərkərdəni, cəngavəri, müharibə qəhrəmanlarına, hər bir dönəmin, günün, ayın, ilin tarixi, xronologiyası götür. Hansı bir seçilmiş, dahi ulu, rəssamı, yazarı, şairi, loğmanı, alimi bütün işini tamamlaya bilib? Hansı bu adalarını sadaladıkların bütün yollarına axıra kimi gedə bilib? Yaxud da ki, yarı-yarımçıq gedib? Nəyisə əldə edib və əldə etdiyini əlindən alıblar. Nəyisə qurub və qurduğunu uçurublar. Nəyisə tikib, tikliyini dağıdıblar. Və nə qədər bu kimi qorunmayanlar, əldə olunmayanlar, baş tutmayanlar, və bu kimi bəzi görülməyən bir işlər, bir məqamlar, hər biri tarixdə. Biz tariximizi qoruyub saxlayırıq. Hər bir xronologiyası mövcuddur. Tarixi, günü, ayı, ili. Və biz tariximizi, möhtəşəm günlərimizi ya gün kimi qeyd edirik, ya da ki bayram kimi. Bizim xronologiyamız yazılıb. Demək, bizim məmləkətimizin kitabı var. Tarix kitabı. Bəs sən hansı kitabdan danışırsan? Və ya hansı kitabı yazmaq fikrinə düşmüsən?
Ne yazmak istəyirsən? Bəlkə bugünkü tarixi silmək istəyirsən? Ne düşünüp daşınırsa? Ey yolu xətkeş kimi düppədüz olan bəndə, özü düz, əməli əyri bəndə. Hara baxırsan? Səninləyəm. Səninləyəm. Bura bax. Bəlkə bu əlindəki tərəziyə bugünkü dronla keçmişin qılıncını qoyasan. Bugünkü süni dərrakə ilə keçmişin daş dövrünü gətirəsən. Nəyi qoymaq istəyirsən bu tərəziyə? Mənə elə gəlir ki, bu tərəziyə ancaq sənin boş beynini, bir də ki, o biri gözünə bir mangust qoymaq olar. Bəli, zəhərli beyinləri yiyən mangust. Necədir? Bir tərəzinin gözündə sənin çürümüş beynin, zəhərli beynin, digər tərəzinin gözündə mangust. Ey bəndə, demək sən bildirmək istəyirsən ki, sən alimsən, kosmosa deyil, keçmişə qayıtmaq üçün bir maşın icad etmisən və keçmişdən bugünə hansısa ürəyin istədiyi bir şəxsiyyəti ya da nələrisə gətirmək istəyirsən. Elə bu səbəbdən də əlində tərəzi tutmusan və tarixi tərəziyə qoyursan, işi yox. Mənsə sənin beyninlə mangustu qoymuşam. Sən keçmişdən heç nə gətirmə. Elə mən gətirim qoyum bu tərəziyə, bugünlə keçmişi. Bilirsən nə? Tərəzinin bir gözünə alışqan, bir gözünə isə çaxmaq daşı, sənin beynini və mangustu yandırmaq üçün. Bəli, tərəziyə bax, bunları qoymaq lazımdır. Alışqan və çaxmaq daşını. Bugün texnika dönəmidir. Sən alim kimi sanki danışırsan, sanki müdriksən, ağıllısan. Amma icad etdiyin nədir? Tələ, siçan tələsi. Ovlamaq üçünsə bir parça pendir. Kimləri ovlayırsan, kimləri tora salırsan. Yaxşı. Bəlkə sən də bir tarix yazasan. Amma yadda saxla. Bir bəndə doğulub, bələnib bükülüb beşiyə qoyulduğundan ta kəfənlənib qəbrə qoyulana kimi tarix yazılır. Bu səndə də belə olacaq. Gəl məsəl çəkim, keçmişdən, ötən əsrlərdən. Təsəvvür et, ötən əsrlərdə bir rəssam olub. Amma işini tamamlaya bilməyib. Rəsm əsəri yarı-yarımçıq qalıb. Bir loğman olub və onun kəşf etdiyi bir dərman olub. Hansı ki, min bir xəstəliyin ilacı, amma sona kimi hasil edə bilmir.
bir alem gələcəyi uçmaq üçün maşın icad edir. Və onun maşından bəzi lazımi hissələri aradan çıxır. Sanki alınmır. Bir şair sonuncu misrasını bitirə bilmir. Bir yazar əsərini yarı-yarımçıq qoyub. Bir bəstəkar musiqisini sona kimi tamamlaya bilmədi. Nədə? Məyər tək tarixi şəxsiyyətlər, tarixi dahilərdirmi? Hər bir sahədə nə olub? Dahilər, yaradanlar. Nədən? Onların hər birinin işi yarı-yarımçıq qalıb. Bu tək onlar deyil, hər bir sahədə bu belə olub. Və hər bir dahinin, hər bir ulu dahinin bütün yolu axıra kimi tamamlamağını görməmişik axı. Bizik axı bir dövlət olaraq, bir millət olaraq tarixi yaşadan, hər bir tarixin dönəmində, hər bir dövranda xeyir və şər olub. Nizami Gəncəvinin əsərində olduğu kimi xeyir və şər, şər qüvvələr. Bir bəndə işini yarı-yarımçıq özü də qoya bilər. Ona mane olanlar da ola bilər. Elə deyilmi? Ey bəndə. Axı, biz tarixi yaşadırıq. Bəli, millət olaraq. Xeyirli, şərli. Hər bir dönəmdə müsbət və mənfi tərəflər olub. Və onların hər biri tarixdə qalır. Xeyir də, şər də. Sən də tarixdə qalacaqsan. Bir şər qüvvə kimi. Bəli. Çünki sən bugün tərəzi ilə gəzirsən. Sanki tarixi tərəziyə qoyursan. Tarixi tərəziyə mi qoyarlar? Ey bəndə, axı görülən işlər qoyular tərəziyə. Görülən işləri tərəziyə qoy. Düşün daşın və əməllərindən utan. Nə olardı ki, bunları görənlər, danışanlar olardı? Nə olardı ki? Bu bəndiyə məsləhət verənlər olardı. Bəlkəm də, ey bəndə, sən məni tam fərqli dərk edirsən. Mən düşmən deyiləm. Mən sadəcə hər kəsin düz-dürüst yolunun hamar olmağını istəyirəm. Bəli. Məyər bu keçmişlə mübarizə apardıqda sənin heykəlini, abidəni qoyacaqlar. Bəlkə elə memarın işi də yarı-yarımçıq qaldı. Bəli. Bilinmir. Başdan ayağa, ya ayaqdan başa hansı tərəfin gündəmdə olacaq, yarımçıq qalacaq. Götürək imamlarımızı, peyğəmbərlərimizi, məsəl gətirək.
İmaməlini bugün fəth etdiyiniz ziyarətgahlarda məyər əli övladımı oturub? Əlbəttə ki, yox. Yezid oturub bugünə kimi tarixi vərəqlə, ey bəndə. Bəs Məhəmməd Peyğəmbər nə ilə mübarizə aparırdı? Bütə sitayiş etməyin. Büt bir oyuncaqdır və onu əlində qırıb yerə atırdı. Allahı tanıyın deyirdi. Amma bugün bütpərəstlər də mövcuddur. Daha hansı məsələləri gətirim sənə, ey bəndə? Nədən belə edirsən? Kiminlə şəxsi qərəzliyin var? Bəlkə işini gündəmə gətirəsən. Nəyi bacarırsan? Əlindən nə gəlir? Bəlkə rəssamsan? Yox, sən rəssam deyilsən. Sən rəngsaz ola bilərsən. Və təsəvvür edirsən ki, divarda bizim Azərbaycanımızın tarixi yazılıb və sən də boyayla üstünü rəngləyirsən ki, örtbasdır edim tarixi silim, boyaqla. Məyər bizim tariximiz divara mı həkk olunub? Bizim tariximiz tüm Azərbaycandadır, torpağında. Bəli, müstəqillik günü bilirsən hansı gündür? Azərbaycanın özünün əsrlər öncə yaranması və bugünə kimi yaşanması, dövlət olması, bizi yaxı tarixi qoruyub saxlayan, mənfi müsbətləri ilə bir bərabər, xeyir və şərlə. Axı məsəl çəkdim. Məyər sənin bütün işlərin yaxmı kimi gedir? Hə? Yağ kimi gedir. Bəlkə ayağının altına yağ vurmasan, sürüşürsən əməlli başla. Hər bir bəndənin yolunda çalaş axmaqları da olur. Dərə təpələri də, zirvələri də. Sən bu zirvədə dayana bilmirsənsə, nədən paxıllıq edirsən? Paxıl olma. Əksinə, yaxşılıqlar elə. Yaxşı, kamil fikir və düşüncələrinlə bölüş. Dəyərli, qiymətli məsləhətlər ver. Vallahi billahi kənardan sən tam fərqli görünürsən. Mən səni incimə, ey bəndə, daha çox şeytana bənzədirəm. Qərəzli bir şeytan. Bilirsinizmi mənim əslərəm? Nə yadıma düşdü? Teleməkanlarda və sosial şəbəkələrdə mövcud olan durum. Bu barədə mən çox danışmışam və hətta sosial şəbəkələrdə danışan blogerlər də, dəyərli, qiymətli jurnalistlər də mövcuddur ki, bu murdarlıqlardan danışır. Hansı ki, pis vərdişlərə aludə olanlar, fahişəliklə məşğul olanlar, üzdən iraqlar, hər hansı bir özlərinə məxsus təbliğatları aparırlar. Amma bu blogerlər, müxbirlər, həmçinin də mən, nəyin təbliğatını aparırıq ki, onlara baxmayın və onların, yəni ki, hər hansı bir fikir və düşüncələrinə aludə olmayın, tamaşaçılara olmayın və onların getdiyi yollara getməyin. Bəli, niyə qeyd etdim? Yəni teleməkanlarda
və sosial şəbəkələrdə, hansı ki bugün mən o telemekanlara da sosial şəbəkə kimi baxıram. Kör, gör, hər şey göz qabağındadır. Amma budur ya, elə telemekanlardan hoppa, biri gündəmə gəldi. Və bu adlarını sadaladığım üzdən İraq, fahişə və pis yola alüdəçilik edənlərdən müsahibə götürdü. Bu nə deməkdir mənim əzizlərim? Mən çox danışmayacağım. Arifə bir işarədir, kifayətdir. Bu dəstək deməkdir. Hər bir müxbir çox gözəl bilir ki, səlahiyyəti və icra edəcək vəzifəsi nədən ibarətdir. Yəni səlahiyyəti hara kimi çatır? Nə edə bilər? Səlahiyyətində nə var? Bunu çox gözəl bilir. Bax, elə bugün müxbirlərin özü də müzakirə mövzusu ola bilər. Yəni, bəndə, sənin əlində tutduğun tərəziyə ilə müqayisə etmək üçün müxbirləri də qoymaq olar. Yəni, müqayisə etmək üçün. Bir tərəf deyir ki, mənim səlahiyyətim çox böyükdür. Əlim demək olar ki, hər yerə çatır. Başarılıyam. Mənim nə qədər fəxri fərmanlarım var. Savadım var. Çünki mənim diplomum var. Neçə illərdir ki, bu sahədə çalışıram. Yəni, böyük iş dərəcəm var. Qələmimin hər iki tərəfi kəsir. Belə adi qələm deyil. Mənim qələmim qızıldandır. Qılınc kimi kəsir. Çünki mən bu qızıl qılınc qələmə layiq görülmüşəm. Mənim səviyyəm var. Mənim titulum var. Mən hər bir işə baş vura bilərəm. Çünki başarılıyam. Bəli, bunu eşitdik. Gəl, digər tərəfi dinləyək. Bəndə, nəsə eşidirsən? Mən də eşitmirəm. O danışmır. Sadəcə lazımi, vacibi məqamlarda hər hansı bir fikir və düşüncələri ilə bölüşür. Yəni dövlətə, millətə vacib olan fikir və düşüncələr. Səviyyəsi haqqında ümumiyyətlə danışmır. Diplomunun da adını çəkmir. Çünki onun diplomu qələmidir. Onun işi qələmidir. Səviyyəsi isə göz qabağında. Bilirsinizmi, mənim əzizlərim, belə məqamda bir məsəlin yeri var. Bir məsəl çəkəm. Amma xahiş edirəm ki, ötəri deyil, çox dərindən bunu yazın. Çox dərindən. Təsəvvür edin, bir dayanacaqdır və burada iki xanım dayanıb. Bir-birlərindən bir balaca aralı. Sadəcə biri abırlı xanımdır, biri isə abırsız, yəni fahişə. Gəlin də bunların əqli şuuruna, beyinlərinə diqqət edək. Fahişə düşünüb daşınır ki, biraz aralı durum. O abırlı xanımdır. Amma abırlı xanım sanki haykırıb qışqırır ki, ey cəmaət, mən fahişə deyiləm. Nədən belə bağırır? Sadəcə yanında fahişə durduğuna görə. Bu kişi də ola bilər mənim əzizlərim, əsl kişi və mən kişi. Məyər kişi millətə çatdırmalıdır ki, mən kişiyəm. Məyər göz yoxdurmu? Bəndələrin axı gözü var və əqli şuuru. Hər bir işin, yəni ki, marşısı da var.
bu işin başçısı da var. Yəni başı olanı. Məyər bir bəndə özünü təqdim edəndə deməlidir ki, mən səviyyəliyəm. Mən, yadınıza gəlirsə mənim əzlərəm. İllər öncə bir fikir söyləmişdim. Yəni ki, hər bir mövzuda danışıramsa, buna mənim əqli şuurum yol verir. Fikir və düşüncələrim. Yəni bu barədə təsəvvürlərim var. Aydındırmı mən nə demək istəyirəm? Nəyə qeyd etmək istəyirəm? Fahişəni təbliğ etmək başqa bir şeydir. Fahişə haqqında danışmaq başqa bir şey. Əgər bir müxbir fahişə haqqında danışırsa, bax ona demək lazım deyil ki, sən bunları haradan bilirsən? Məyər fahişə haqqında danışmaq üçün fahişən olmaq lazımdır? Gəlin keçək xalq artistlərinə. Bugün xalq artisti adını almayanlar üst tuturlar yaxın xaricə. Deyirlər ki, heç olmasa diplomdan, fəxri fərmandan alaq, ad qazanaq. Bu da pullandır mənim əzlərəm. Bəli, səsi olmayanlar. Xarici ölkədə, yəni yaxın xaricdə, Qazaxıstan, Özbekistan, Türkmenistan, Tacikistan və s. və ilaxır. Bu yerlərə gedərək hər hansı bir diplomu, fəxri fərmanı əllərinə alaraq, sanki bunlar dəyərləndirildilər. Yəni qiymətləri baha olacaq. Bir onların səslərinə diqqət edin mənim əzlərəm. İstər qadını olsun, o qədər qəlyan çəkib ki. Səsi kişi səsindən seçilmir. Kişi ilə duet oxudurlar. Elə bil ki, kişiyə daha çox diqqət edirsən ki, nə gözəl səsi var. Bu biabırçılıqdır. Əgər oxuya bilmirsinizsə, oxumayın. Bu xalq artisti, mənim əzlərim. Xalq sözünün hərfi mənası nə deməkdir? Bütün cümlə cəmaət. Mən də axı xalqın içindəyəm. Mən əgər bu xalq artistini bəyənmirəmsə, demək mənim kimilər yüzlərlə yol minlərlədir. Biz axı onları bəyənmirik. Nədən onlar bu adı alırlar? Mən bugün də yenə də Flora Kərimovanı və Polad Bülbüloğlu'nu dinləyirəm. Çünki onlar adlarına layiqdilər. Onlar hörmətə layiqdilər. Və mən diqqət edirəm. Bəzən onları da aşağılayırlar. Bu yol verilməzdir. Onlar karifeydilər. Yaşda böyükdülər. Ümumiyyətlə, hər bir bəndənin mədəniyyəti olmalıdır ki, özündən böyüyə hörmət qoysun və qiymətləndirsin. İstər şəxsiyyətini yox, sənətini. Amma bu sənət daha da güclü olarsa, deməli, bu şəxsiyyətin özü də böyükdür. Aydındırmı? Mən nə demək istəyirəm? Bəli, ötən illərdə Sovetlər Birliyində də naşı, başarısız bəndələrə xalq artisti, ya aktyor, artist adı veriblər, əməkdar. Bəli, bugün bizim kolleclərimizdə, musiqi kolleclərimizdən gedir söhbət. Konservatoriyalarımızda, ümumiyyətlə, mədəniyyət və incəsənət sahələrində öyrətmənlər kimlərdir? Elə bunlar. Bunlar nə öyrədəcəklər? Bizim mədəniyyətimizi itirirlər axı. Bizim dəyərli, qiymətli müğənnilərimiz, sənətçilərimiz olmalıdır, musiqiçilərimiz olmalıdır, bəstəkarlarımız olmalıdır. Kimlərə qiymət verirlər? Yaxşı, bir yazarı götürək, bir kitab yazar. O kitabı nəyə görə alırsan? Müəllifi tanımırsan, sadəcə kitabın adı o qədər diqqətə layiqdir ki, sənin aləmində. Yəni ki, hər hansı bir diqqətə layiq olmuş bir ad.
Yəni ki, hər hansı bir böyük şəxsiyyətin adı ilə bağlı, yaxud da ki, ötən illərin, bəlkə də əsrlərin yazarlarının, yəni ki, adı ilə yanaşı çəkilən adlar və kitaba bu adı qoyublar. Sən alıb oxuyursan, bəyənmirsən ya da bəyənirsən. Bu sənin zövqünə uyğundur. Yəni ki, sən bəyənə də bilərsən, bəyənməzsən. Amma kitab sənin xoşuna gəlməsə belə, sən kitabı oxudun və bir nəticəyə gəldin. Aydındırmı mən nə demək istəyirəm mənim əslərəm? Kitab mütaliə etmək, istər bu kitab adi bir mülki vətəndaşın yazdığı bir əsər olsun, bir roman olsun, özü haqqında hər nələrsə yazıb ərsəyə gətirdiyi bir kitab olsa belə, sən oradan nələrisə götürürsən, götür eləyirsən, əqli şuurunda, bəli, düşüncələrində fikirləşirsən ki, bunu belə etməməliydi. Oradasa özünlə diskusiyaya girirsən, diyaloqa, həm söhbət olursan özünlə. Bəli, və bu sənin əqli şuurunun inkişafı deməkdir. Bəli, kitabın pis olmur, maraqsız olur. Bəli, məyər maraqlı dahilərin kitabları yoxdurmu? Vərəqlərini cırıb tullayırlar. Bəzilər yarı-yarımçıq qoyur. Bəzilər ümumiyyətlə kitabı açmır. Bax, bu da bəndəyə şamil olan bir xüsusiyyətdir. Yəni kitaba hörməti. İstər qovuran kitabı. Bəli, qovuran kitabı o deyil ki, sən elə oradan yazılanları əzbərləyəsən. Yox. Ümumiyyətlə, imamlar, peyğəmbərlər haqqında olan rəvayətlər, hekayələr, baş verənlər haqqında, hadisələr haqqında, olayların qələmə alınması, bütün mövzular. Nə deməkdir? Yəni ki, onların həyat dərsi, sanki siz müqayisəyə götürün hər hansı bir dahinin romanını, əsərini və onların həyatını. Bu bir kitabdır. Sadəcə örnək, təmiz, pak, düz yolu getmək üçün bir kitab. Bəli, nədən kitab oxumayasınız? Nədən öz sözünüzü deyə bilməyəsiniz? Məsələn, xalq artisti bəyənmirsən, çıxış elə, jurnalist deyilsən, müxbir deyilsən, qələm al, işıqlandır. Bir 5 nəfər səni dinləyəcək, 5-ini ötürəcək. Belə-belə millət sözünü deyəcək. Onlara kim bu adı verib? Bax, o adam diqqət edəcək ki, narazıçılıq var. Həmin xanımı, bəyi çağıracaq ki, sizdən bu adı geri götürürəm. Çünki millət, xalq, 1-2 nəfər demək deyil. Axı, xalqın artisti ümumiyyətlə xalqı təmsil edir. Sən necə gedib xalq artisti adı altında əcnəbi ölkələrdə çıxış edə bilərsən? Xalq artisti nədir? Sənə əgər hər hansı bir mahnıva görə, oxuduqlarına görə ad verirlərsə, sənə bunu millət verməlidir. Bəli, ümumiyyətlə, hər bir sahədə bu belədir. Bir də görürsən ki, bir iş adamıdır. Adını artıq qoyublar. Əli açıq olduğuna görə. Biri neysə, bilmirəm deyimmi, deməyimmi. Haradasa müqəddəs ata da deyirlər. Qəribə deyilmi? Bəli, çünki bəlkə də hər kəsə el tutur. Bəllər var ki, bəli, həqiqətən də el tutur. Amma gündəmdə deyil. Vallahi billahi elə nazirlərimiz var ki, onlar elə gözəl işlər görür.
kimlərəsə himayədarlıq da edir. Nədən qələmini götürüb yazmayasan? Ey müxbir, bəlkə işıqlandırasınız, nədən elə hər kəsi söyürsünüz? Axı, hər bir şey pis deyil, yaxşısı da var. Hər bir iş də pis deyil, yaxşı iş görənlər də var. Bəli, mən vallahi billahi elə istəyərdim ki, əvvəllər Sovetlər dönəmində olduğu kimi yaxşıya yaxşı, pisə pis. Bizim elə satirik jurnallarımız da olub, tənqid olub. Amma təhqir olmayıb. Müxbir o deyil ki, oturub bütün günü məmur bunu etdi, bu yolu getdi. Yox. Sən deyə bilərsən, bir işarə kimi. Deyə bilərsən ki, belələri mövcuddur. Amma kaş ki, olmazdı. Amma bunu hamıya şamil etmək düzgün deyil. İstər deputatlar, nazirlər, hər bir iş adamı, qurumda təşkilatda başçılıq edənlər, zavod direktoru, məktəb direktoru. Məyər hər bir işləmi məktəb direktoru suçlu olmalıdır. Baxır hansı vəziyyətdə. Əgər məktəbdə dava dalaş varsa, bir uşaq bir uşağı cırmaqlayıbsa burada direktorun nə suçu var? Amma başqa bir işlər varsa, bu başqa məsələ. Yaxud da ki, Təhsil Nazirliyini suçlamaq bu işdə, hansısa məktəbdə hər hansı bir vəziyyətdir. Əgər bunun Elm və Təhsil Nazirliyinə aidiyyatı varsa, o ölçü götürməlidir. Yox, əgər bu ümumiyyətlə Elm və Təhsil Nazirliyinə aid bir məsələ deyil, əlbəttə ki, o geri çəkilə bilər. Sadəcə bir mesaj ötürə bilər. Amma tamamilə çəkilmək, yəni ki, bir baş verənlərə göz yummaq, bu da olmaz. Hər bir sahədə kömək, insaniyyət. Bəli. Əlbəttə ki, bu barədə uzun-uzadı danışmaq olar. Hər bir sahədə. Baxın, tərbiyədən danışırlar. Vallahi billahi. Baxın gecələr, saat 12-də, 1-də valideyn balaları ilə küçədə gəzişir. İstər qadın olsun, tək qadın ya ərli qadın, fərqi yoxdur. Uşaq dönəmi var, vaxtı var, saatı var. Əvvəllər 9-da yatardılar. Nə olsun ki, gözəl havadır. Uşağın vaxtı var, 9-dur, yatızdır. Özün də dincəl, yoldaşın da işdən gəlir, yoldaşının qulluğunda ol. Nədən belə olmasan? Nədən tərbiyəsizliyi elə özünüz yaratmırsınız? 12-də uşaq mı yatar 1-də? Küçədə uşaqlar gəzişir. Saat gecə 12-də 1-də. Valideynlə hava alır güya. Havasını gündüz çıxar, gəzişdir. Biraz gəzişin. Götür evə. 9-da yatsan. Bəli, Sovetlər dönəmində bu belə idi. Gecələr körpələr olmazdı. Küçələrdə ancaq sevgililəri görmək olardı. Balaca uşaqları yox. Bu tərbiyəsizlikdir. Daha sonra başqalarını suçlu bilməyin. Sən körpə uşağını 9-da yatızdırmırsan, 12-də, 1-də gəzdirirsən. Nə deyirlər? Bəzi müxbirlər, sizlə danışanlar və sənlə danışanlar. Cərimə yazsın sənlə danışanlara. Bəlkə havaya qaz buraxanlara da cərimə yazaq. Bəli, qaz kəmərləri və yaxud da ki, elə sizin qazınız. Biz nə bilirik ki,
Siz oturduğunuz vaxt nə qədər havanı zəhərləyirsiniz. Həm dilinizlə, həm qazınızla. Bağışlayın mənim əzizlərim, biraz qabarıq danışdım. Baxın, güya ki, bunlar düzgün, dürüst, hər nəysə təbliğ edirlər. Sənə əgər sən deyə müraciət edirlərsə, o demək deyil ki, səni təhqir edirlər. O səni özünə yaxın bilir. Bilirsinizmi, nədən səviyyədən danışır? Elə bu səbəbdən. Yolda əyri gedənə cərimə yazaq. Hamı evdə otursun. Heç kim bayıra çıxmasın. Bəlkə karantin edək. Hamı otursun evdə. Yaşa, öz evində. Bayıra çıxma. Heç nə etmə. Belə mi olmalıdır? O qədər cərimə yazılası bir şeylər var. Məsələn, balaca çocuk əgər dodağında sigara varsa, onu tutub evinə aparmaq və valideynini cərimə etmək. Tərbiyəsizliyinə görə. Uşaq 12-də, 1-də küçədə nə edir? Ged valideynini götür, cərimə et. Tərbiyəsizlik başalıb getməsin. Sonra demək ki, mənim qızımı zorladılar. Ya oğlan, fərqi yoxdur. Sən bugün 12-də uşağı gəzdirirsən, adət alır. Səhər sən gedmirsən, deyirsən başım ağrıyır. Ya telefonla kiminləsə söhbətləşirsən, övladın küçədədir. Bir də görürsən ki, hoppa, yoxdur uşağın. Sonra nədən bəhs edirlər? Zorlanmalardan. Bəli, tək balaca balalar mı, qızcığazlar mı zorlanır? Oğul balaları da zorlayırlar. Bəli. Çünki özləri buna imkan verir, yol verir. Bax onları, belə valideynləri cərimə etmək lazımdır. Sən körpə uşağı evdə qoyursan, gedirsən. Uşaqsa pəncərədən düşür, ölür. Əvvəllər bu belə deyildi, mənim əzizlərim. Əvvəllər hər yerdə bir də görürdüm ki, ana bir qutu südə görə balasını da belinə vurub gedir. İndi isə balaca körpə balaları evdə qoyurlar. Hər kəs işləmək istəyir. Ya da ki, telefonla məşğuldur. Uşaqsa əldən gedir. Bilirsinizmi, saatlarla bu mövzuda danışmaq olar. Dünyada nə baş verir? Dünyada baş verənlər. Baxın mənim əzizlərim. Türkiyədə tez-tez baş verən zəlzələlər. Bəzi məkanlarda da bu hiss olunur. Bilirsinizmi mənim əzizlərim? Mən ötən dəfə də sizə qeyd etmişdim ki, mən zəlzələləri bilirəm. Yəni ki, bilirəm ki, zəlzələ baş verdi. Amma harada baş verdiyini bilmirəm. Bilmirəm. Ötən dəfə də dedim, bu başqa bir şeydir. İnstinktdir. Heyvani instinkt. Yəni ki, bunu mən hiss eləyirəm. Amma sizə deyə bilmərəm axı. İzah edə bilmərəm ki, bu necə olur ki, mən bunu hiss edirəm. Yəni ki, əməlli başlı hiss edirəm ki, zəlzələ baş verdi. Amma harada onu bilmirəm. Sadəcə bugün bütün dünya məmləkətləri yerin altını qazırlar. Yeri demək olar ki, tamamilə boşaldırlar. Çatlar əmələ gəlir. Allahın törətdiyi zəlzələnin çatları tam fərqlidir. Allah Teala onu daha sonra yenidən birləşdirir. Və üstündə elə vaxtlar olur ki, iz də qalmır. Ya toz torpaqla, ya çəmənliklə, ya bir də görürsən ki, elə ağac bitir. Bəli, Türkiyə
Sənin bu gün torpağın nəfəs alır. Sən qorxma. Zəlzələ sadəcə başınıza bir balaca gicəlləndirəcək. Amma güclü zəlzələ başqa bir məmləkətdə olacaq. Hər bir məmləkəti qorxudanlar var. Bəli. Bugün bəzi dini sövdələşmələri əllərinə götürərək imza attırmaq istəyirlər. Heç bir sazişə getməyin. Bunlar tələdir. Bəli. Hər bir məmləkəti bir-birinə qarşı qoyublar, bunu bilin. Bəli. Mən Mendeleyev cədvəlindən danışmışdım dəfələrlə. Baxın, insanın, yəni məmləkətin dar günündə bu Mendeleyev cədvəli köməyinə çatır. Görürsünüzmü? İndi sizə qəribə gələr. Sanki Putin məni dinləyir. Bəli. Bunu məsəl gətirirəm mənim əslərə. Bəlkə də məni Elon Musk da dinləyir. Amma mən əminəm ki, məni ancaq dostum dinləyir. Həmişə dinləyir məni. Bəli. Mən deyərdim ki, öz dostumla fəxr edirəm. Hər bir sahədə mənə etdiyi yaxşılıqlarına görə mən dostuma güvənirəm. Bəli. Onun etdiyi bütün yaxşılıqlarına görə mən ona minnətdaram. Hər şeyə görə minnətdaram. Bugünkü günümə görə minnətdaram. Sizə isə nə deyə bilərəm mənim əzizlərim? Əgər məni həqiqətən də dinləyənlər varsa, deyərdim ki, çox sağ olun ki, məni dinləyirsiniz. Çünki mən həqiqəti söyləyirəm. Rusiyanın nədən başçısının kəlləsini hər zaman tərif edirəm. Baxın mənim əzizlərəm, nələr danışırlar. Rusiyanın daxilində baş verən acılıqlar, yəni ki, hər hansı bir vəziyyət, yaxud parçalanma, dağılma, acından ölmə və sarı yol axır. Yəni ki, əgər bir məmləkətdə Mendeleyev cədvəli varsa, birincisi o heç zaman acından ölməyəcək. Təbii sərvətlər, üstünə gələk nemətlər bərabərdir. Nə? İndi bir məsəl gətirin mənim əzizlərəm. Adi bir məsəl. Təsəvvür edək, böyük bir məmləkətdir. Amma deyərdim ki, müflisləşib. Bir məsəldir. Böyük bir dövlətdir, müflisləşib. İndi gəlin, keçək mətləbə. Məsələ, təsəvvür edək ki, bir bəndədir. 5 otaqlı evi var, mənzili. Müflisləşib. Baxın, işıq pulu, qaz pulu, su pulu, kommunal xərclər, başqalarına verəcəyi borclar. Artıq çörəyi yox, suyu yox. Acından ölür. Amma kəlləsi var. Düşünüb daşınır ki, hoppa, nə mənim əzizlərəm? Adamın birini kiraya verin. Və Selami bir otağına kiraya verir. Daha sonra düşünüb daşınır ki, bir oda mənə bəsdir. O üçünü də kiraya verim. 4 odasını kiraya verir. Bəy balası kimi yaşayır. Bütün kommunal xərclərini ödəyir. Bütün borclarını ödəyir. Yeyib içib, keyf eləyir. Artıq borcu da yoxdur. Hər şey qaydasına salıb. İşi də var. Bir
başlayır nə etməyə? Kirayələri yavaş-yavaş çıxarmağa. İndi Lozan. Yaponiyada bugün ne baş verir? Qəribə bir şeyler baş verir Yaponiyada. Afrikada ağlayanlar çoxdur. Çox. Deyərdim ki, Vietnamda da acınacaqlı bir vəziyyət gəldi. Mən istəyərdim ki, mənim əzlərəm, heç bir ölkədə çətinliklər yaşanmasın. Baxın, Allaha şək gətirmək deyilmi? Allah Teala bu cür məkanlar bəxş edib, təbii sərvətlər, neymətlər, əməlli başlı cənnət məkan, dünya. Və bu dünya, gözəl dünya o qədər dar gəlir ki, sanki fəlakətdən qorunmaq üçün yeraltı məkanlar tikirlər. Amma yenə də təkrar edirəm, bu yeraltı məkanlar bütün torpaqları paramparça edir. Bəlkə də sən bugün öz yerinin altını qazdıqda başqa bir məmləkət çatlayır. Məyər Allah Teala görmürmü? Sən ya səmaya uçmaq istəyirsən, ya yerin 7-ci 6-cı qatına. Yerin altına insan ancaq öləndə gedə bilər, bastırılanda. Nədən xoşlayırlar yeraltı məkanları? Məyər ora sığınacaq mı olacaq? Əlbəttə ki, yox. Düzdür, hər hansı bir bombadan, güllədən qorunmaq üçün yetərlidir. Amma Allah'ın fəlakəti yerin altını üstünə çıxarar, bunu bilən. Məyər Allah'ın yağışı mı, dolusu mu, qarı mı yağmayacaq? Buzlaqları qırırlar. Bəli, yeraltı qayıqlarla. Sonra deyirlər ki, hə, buzlar əriyir. Hər bir bölgənin öz hava durumu var. Orada hava durumu Allah'ın yarattığı, yəni ki, ab-havadır. Ora məxsusdur. Orada elə bir hava durumu var ki, buzlaqları əritmir. Elə bir heyvanlar var ki, onlar bax elə orada yaşayırlar. Buzlu okeanı götürək. Məyər bugünə kimi bu buzlu okeanı, yəni ki, fəth edən olubmu? Bir alim olubmu onun dərinliyinə? Nə qədər olduğunu bilənlər olubmu? Yox. Köhnə fəlsəfələr, alimlərin fəlsəfələri. Bilirsinizmi, nə qədər müəmmalı, qəribə, əl çatmayan bir məkanlar mövcuddur. Bəli, Antarktida, Arktika, buzlu okean, ümumiyyətlə buz dağları və oradakı ab-havalar. Bu ab-havanı, bu hava durumunu bu qütbdə, bu məkanda Allah Teala yaradıb. Bəli, bu materik deyitə belə də olmalıdır. Bəli, bizim məmləkətimizi götürək. Mən nə qədər dəfələrlə misallar gətirmişəm ki, baxın, bugün Bakıda yağış yağır. Götürək Lənkəranda gün çıxıb. Zaqatalada qar yağır. Deməyin ki, yağış, qar bitkilərimizi məhv etdi. Barımız, bəhərimiz olmayacaq. Yox, məyər keçmişdən bugünə ağacları mı bəliyirdik bəbə kimi? Əlbəttə ki, yox. Hər dəfə qar yağdıqda deyirdilər ki, bəhrəmiz artıq olacaq, mübarımız olacaq.
Bəli, bütün meyvələrdən nübar. Bugün də belədir. Sadəcə işləməyənlər var. Bəli. Məsələn, kənd təsərrüfatı məsələsinə gəldikdə mən İrana böyük qiymət verərdim. Baxın onların balaca bir, adi, kasıb bir bəndənin həyətinə get. Bax, balaca bir yeri var. Bir sotdan da kiçik. Orada kartofunu əkib, çıxarır soğanı, sonra soğanını əkir. Soğanını çıxarır, turpunu əkir və sarı axır. Göyünü, göyərtisini, nə bilim, bal qabağını, pomidorunu, xiyarını, hər şey bir-bir növbə ilə bir-iki ağac da əkib və bəhrəsini də görür. Nədən bizdə etmirlər? Hər bir bizim Bakının kəndlərində də bu belə idi. Bəli, Adnalı da, bəli, Hövsan soğanı, Maşdağanın göyərtiləri, Türkanın qızıl gülləri, Zirənin qarpızı, Zakatalanın fındığı, hər yerə gedəkdə, Lənkəranın çayı. Bu belə olmalıdır bu gündə. Bizim öz istehsallarımız olmalıdır. Məhsul və mallarımız və keyfiyyətli. Həm yeyirik, həm satırıq. Nədən belə olmasa? Bəli. Baxın, nəyi qeyd etmək istəyirdim? Yuxarıda zəlzələlərdən danışdım. Bilirsiniz mənim əzlərəm. Allah Teala çox qəzəblidir. Çünki bəndələr naşükürdür. Şükür etmirlər. Bilirsiniz mənim əzlərəm. Bu yaxşı bir şey deyil ki, insanın əlində olduğu bir şeyə şükür etməsən. Bugün sən şükür edirsən, sabah da onu yeyirsən. Bunu Allah edir, sənə çörək verir. Sən hər hansı bir qəzaya düşürsən, hər hansı bir cəzaya Allahı günahlandırırsan, bunu sənə başına gətirən Allah Teala deyil. Sən şeytanın yolunu gedirsən, Allah Teala isə səni xilas edir. Əgər sən zindana düşmüsənsə, səni oradan zindana salan, əgər Allah Teala olubsa, demək səni qoruyub salıb ora. Əgər şeytanın əli ilə düşmüsənsə, tələyə düşmüsənsə, bax bu anda səni Allah Teala xilas edəcək. Bax buna belə yazın. Hər şey Allahın adına günah kimi yazmayın. Sən yıxılırsan, dizin qarnayıb, ayağa qalxıb deyirsən, ay Allah, yıxıldım. Sanki Allaha qarğış edirsən, yıxıldığına görə. Sən qalx, ayağının qanını sil, denən şükür Allaha. Heç nə olmadı. Bircə dizim qanayıb, ay Allah, çox şükür. Baxın, mən nələrə rast gəlirəm mənim əzlərəm. Ağlayırlar. Baxın, Azərbaycanın demək olar ki, 100%-dən 90%-i belə götürək ki, plastik əməliyyata başvurur. Bəli, deyərdim ki, əksəriyyətin də arasında arabaları olanlar da mövcuddur. Hətta elələri var ki, yəni ki, bağlı telefonu var. 3000-4000'lik telefon, amma metroda, avtobusda. Nə edir? Oturur,
gedir, yol qət edir. Amma belələrinə bilirsinizmi nə qədər sual vermək olar? Suallar çoxdur. Nədən bu bahalı telefonu özünə vacib bildin? Özünsə arabada deyil, avtobusda gedirsən, metroda gedirsən. Məhər bu bahalı telefon sənə nə verəcək? Bilirsinizmi? Dərin, məna kəsb edən bir məsələlərdir. Yaxud da ki, vücudunda dəyişikliklə edənlər. Pul paradan danışırlar, kasıbçılıqdan. Amma nə qədər pullar tökürlər. Əvvəllər bunu edən ulduzlar olardı. Hollywood və Bollywood ulduzları. Daha sonra bizdə müğənnilər. Başladı bu plastik əməliyyatları yaratmağa. İndi isə demək olar ki, hər kəs 7-dən 77-yə. Bəli. Deyirsiniz ki, nədən 7-dən 77-yə? Var. Bəli. Məhər göz əməliyyatı əməliyyat sayılmır. Burun əyriliyi əməliyyat deyilmi? Bəli, bunu edənlər var. Körpə balasını da əməliyyat elətdirənlər var. Və götürək 20 yaşında. Bir cavanı, qız, oğlan fərqi yoxdur. Onlar da əməliyyat elətdirirlər. Bəli, hamı vücudunu dəyişdirir. Nə ilə? Pul parayla. Amma ağlayırlar, azadlıq istəyirlər. Mən onlar azadlıqdan danışanda düşünüb daşıdıram ki, sanki Azərbaycan zindandır. Məhər bizim cənnət məkanımız, Azərbaycanımız zindandır. Nədən azadlıq deyib bağırırsınız? Bəyənmirsiniz? Təyyarə var, qatar var, gəmi var. Çıxın gedin. Vallahi billahi mən Azərbaycanımı heç bir ölkəyə dəyişmərəm. Hər bir, yəni ki, sahədə istər millətinə, cümlə cəmaətinə, istər dövlətimə görə öz doğma diyarımı heç bir vilayətə dəyişmərəm. Mənim Azərbaycanımdan bu dünyada yoxdur. Bura mənim vətənimdir, doğma diyarımdır. Mənə başqa bir diyar gərək deyil. Əlbəttə ki, gözüm yaxşı görsəydi, istəyərdim gedim, haralarasa görəm. Bax, elə İrana da getmək istəyərdim. Tunisə də. Mən maraqlı bir yerləri sevirəm. Elə fikirləşməyin ki, İran maraqsızdır. İranın elə gözəl görməli yerləri var. Bəli, bax gedərdim İrana, gedərdim Tunisə, elə Afrikaya da gedərdim. Görəsən Afrikada süfrədarın keyfi necədir? Bəs şir aslanlar neynir? Bizim heyvanxanamızda deyəsən səhv etmirəmsə fil yoxdur. Əvvəllər Sovetlər dönəmində var idi, yadıma gəlir. Bilirsinizmi, bəlkə də Azərbaycanda yeganə adamam ki, mən deyərdim ki, mənim əzlərəm. Həftənin 5 günü heyvanxanaya getirdim. Sadəcə gözdən nəzərdən keçirməyə, bir də nabraskalar eləyirdim. Bəli, siz fikirləşməyin ki, əgər bir sənət əsəri gündəmdədirsə, bugün hansısa bir dahilərin, rəssamların əsərləri, onların çəkdiyi portretlər, simalar, onlar elə oturaraq onları qələmə alıblar, fırçalayıblar, rəyləyiblər, sənət əsəri yaradıblar. Elə olmur mənim əzlərəm. Nabroska deyilən bir şey var. Məqamı tutursan, bax, heyvanxanadan danışdım. Mən gedirdim ora. Nədən? Nabroska etməyə. Heyvanları. Əgər bugün də o heyvanxanın, yəni ki,
ərazisinin müdiriyyəti orada varsa, əgər məni tanıyarsa, o tanıyar. Əgər sağ qalıbsa, bu günə kimi. Allah ömür versin, çox yaxşı bəndə idi. Həmişə də ki, bilirsiniz, qara papaq qoyurdu yanakı. Adətən rəssamlar elə papaq qoyurlar. Yəni ki, nabroskalar edirdi. Və gəlib evdə işləyirdi. Nabroska, bilirsinizmi, fotoaparat kimi sanki yaddaşında saxlayırsan. Hər bir, yəni ki, bəndənin qiyafəsini əgər 10 nəfər görürsənsə, bu 10 nəfərin hər bir vücudunda olan rəngi gözdən nəzərdən keçirirsən, adi bir qələmlə və gedib evdə işləyirsən. Yoxdur ki, öz məkanında. Planşetin oradadır, Malbertin. Keçirsən arxasına. Bu bəndənin göy gözü vardı. Bunun yaşıl, bunun qəhvəyi. Bu yaşıl köynəkdə idi. Bu qara. Bu çılpaq idi. Bu belə olur mənim əslərəm. Əgər götürək, məsələn, Repinin bir əsəri var. Zaporojcu pишут письмо турецкому султану. Yəni Türk sultanına Zaporojların, yəni ki, yazdığı məktub. Yəni Zaporojalıların Türk sultanına yazdıqları məktub əsəri. Bax, belə tərcümə etdim. Dilim topuq vurur mənim əslərəm, bağışlayın, üzürlü hesab edin. Yəni götürək, o əsərdə ad da var. Nə qədər millət var. Kənarda görünən başlar. Məktub yazan kim? Dayanan kim, gülən kim, qışqıran kim, tüfəngli kim? Onların hər biri əvvəlcədən nabroska olunub. Kim orada dayanıb sənə deyər ki, bütün günü dayanacağım, oturacağım, məktub yazacağım, sən də mənim rəsmimi çək. Belə olmur. Bu, naturşica deyilən bir şey var. Yəni ki, əvəzləyici bir bəndə. Kimisə təsəvvür etmək istəyirsən, hər hansı bir yəni ki, vəziyyətdə çəkmək istəyirsən, bunu pul müqabilində bir bəndəni otuzduraraq və ona işləyirsən. Amma bu, qarşında oturan bəndəni yox, başqa bir bəndəni, yəni ki, əsər kimi işləyirsən. Sadəcə quruluşuna, vücuduna, bu bəndəyə baxaraq, necə ki, nabroska, yəni ki, işar eləyirsən, qara rəngli, qrafika şəklində qələmləyirsən, buna nabroska deyirlər. Gəlib, onu aylarla işləyirsən. Çünki düşünüb daşınırsan, hansı rəngdə idi saçı, filan kəsin gözünün rəngi necə idi? Yəni ki, bu belə olur. Aydındırmı mən nə demək istəyirəm? Təsəvvür edin. Bir tərəfdə savaş gedir. 1-5-6 nəfər savaş edir. Sən onu həmən qələmə alırsan. Onlar elə axşama kimi savaşmayacaq ki orada. Elə deyilmi? Sən sadəcə tez-tez, necə ki fotoaparatda olduğu kimi onu qələmə alırsan və gəlib keçirsən Malbertinin arxasına, ya planşetinin, ya etüdnik deyirlər onun və başlayırsan işləməyə. Rəngləri tapırsan. Bir də var ki, doğrudan da gedib dəniz kənarında dənizi seyr edirsən. Və həqiqətən də gözünlə şahid etdiklərini elə oradaca durduğun yerdə çəkirsən, işləyirsən əsər kimi. Bu başqa bir şeydir. Bilirsinizmi, rəssamlığın o qədər janrları var və rəsmlərin sirri var. Sən əsər çəkə bilərsən və orada şifrə olar.
Bunu heç kim bilə bilməz. Heç kim. Rəqəm ola bilər, yazı ola bilər, amma bir əsərdir. Onu ancaq bir bəndə bilir. Hansı ki, əsəri işləyən bəndə bu bəndiyə deyib ki, belə bir əsər işləyəcəm. Filan bir bəndənin gözündə ya gülümsər dodaqlarında, ya ayaqqabısında, ya sinəsində bir şifrə var. Sən bax ki, baxasan, heç nə görməyəcəksən. Amma bu əsər dünyanı fəth edir. Bana bircə mən bilərəm. Axı onu mən çəkmişəm. Yəni, rəssamın gözü ilə görünənlər tam fərqlidir. Bilirsinizmi mənim əzlərəm? Mənim gözüm uşaqlıqdan zəif görüb, tamamilə fərqli bir, yəni ki, vəziyyətdə görürdüm. Deyərdim ki, bəlkə də zəiflə güclü görüntü. Gecələrsə ümumiyyətlə görmürdüm. Bilirsinizmi? Stolun üstünə, yəni masanın üstünə bir üzük qoyursan. Deyirsən ki, o üzüyə bax. Üzüyü görmürəm. Amma üstündə həkk olunmuş prob deyirlər. Yəni ki, qızılın değeri. Yəni ki, qiyməti. Onu görürəm. Bir bəndədir. Təsəvvür edək, qara pencəkdə. Hər kəs onu təmiz görürdü. Mən balaca ağ nöqtə görürdüm. Elə bilirdim ki, az qala bu pencəyə gedib yaxın keçməliyəm və o tozu oradan götürməliyəm. Nöqtə qədər. Gözə görünməyən bir nöqtəni. Yəni ki, sanki mənim gözümdə o çirkin bir pencək kimi görünürdü. Sanki təmizləmək istəyirdim. Amma o gözə görünməyən bir şeydi. Həmçinin də heyvanxanada çəkdiyim rəsmlər. Mən, yəni ki, kopya deyirlər surət rəsm əsərində. Başqa bir rəssamların əsərlərini surət kimi köçürürdüm. Rəngləri də tapırdım kağız üzərində. Bugün artıq xarab olur onlar. Nə olardı ki, onları kətana köçürtdürə bilərdim. Və onlar qalardı əl işi kimi. Çünki kağız üzərindədir, xarab olurlar. Nəyi qeyd etmək istəyirdim? Demək istəyirəm ki, yəni bugün hər bir üsulla rəsm əsəri yaradanlar var. Süni dərrakə ilə. Bəli, fikirləşirsən nə gözəl əsərdir, kətandadır. Amma bunu özü əli ilə, gözü ilə ərsəyə gətirməyib. Özü işləməyib. Bu süni dərrakənin bəhrəsidir. Və süni dərrakənin, yəni ki, fantaziya deyirlər. Yəni ki, bax belə, bir də var ki, rəssamın öz işi. Mən düzdür, surət deyirəmişəm, amma təsəvvür edin, elə götürək Lenini. Bir anda bir ştrixlə Lenini qeyd edirdim. Hər hansı bir şəkli. Xəttim də bərbad gündə idi. Mənim xəttimi oxuya bilmirdilər mənim əslərim. Mən uşaqlığımdan bir balaca sizə qeydlər etmişəm. Xəttim isə, bilirsinizmi, kimin xəttimə bənzədirdilər? Leninin. Leninin xəttimi. Yoxlamırdılar. Elə xət deyib, üstümə atırdılar dəftərimə. Ged, yenidən yaz. Ne yazım? Axı yazdığım elə odur. Bilirsinizmi? Desəm qəribə gələr. T hərfini mən
xəttkeş kimi yazırdım. Yəni ki, əlifbada olduğu kimi yox, elə Leylin kimi. Mən axı demişəm, mən hərfləri tanımadan oxumağa başlamışam. Buna görə də məktəbdə döyürdülər məni. Oxumayam, çünki yalançı yalaçılar var idi, qiymət alanlar. Elə ömrümün axırına kimi də həmişə susmuşdum, danışmırdım. İndi isə sizinlə danışıram mənim əzizlərim. Bilirsinizmi, mənə nə qədər zərbə vuranlar olub hər bir sahədə, istər yazılarımda, istər əsərlərimdə, həmişə mənə zərbə vuranlar olub, mənə ağladanlar olub. Amma mən Allahın məzlum bəndəsiyəm, heç kimim yox. Mən hər kəsin qarşısında özümü, yəni ki, özüm kimi, mənliyi olan bir bəndə kimi görürəm hər kəsin qarşısında. Hər kəs qarşımda olarsa, ona bərabər özümü görürəm. Bəli. Yəni ki, bunun da mənası çox dərindir. Amma Allahın yanında mən məzlum bəndəyəm. Mən elə ötən illər elə Allah ağlatdılar ki, elə göz yaşı tökdüm ki, Allah məni eşitdi. Çünki mən Allahın məzlum bəndəsiyəm, sizin yox. Allahın məzlum bəndəsi. Bəli, mənim gözümün yaşını görüb bütün məmləkəti altını üstünə çevirdi. Amma deməyəcəm necə. Çünki məni qəlbimdən vurdular. Mənə elə zərbə vurdular, bir göz qırpımında. Amma mənim Allahımsa bir göz qırpımında bizim məmləkətimizin altını üstünə çevirdi. Bilin və agah olun. Mənim Allahım var. Mənim göydə məni məzlum bilən Allahım var. Yerdə isə mənim Allahımın göndərdiyi mənim dostum. Bəli, Allahın qulu var. Mənim əzizlərim, bilirsiniz, mən istəyərdim ki, bütün dünyada sülh, əmin-amanlıq, firavanlıq olsun. Bir də düşünüb daşınmayın ki, bu dünyanın məmləkətləri Trump idarə edir. Trump müdrik kimi danışa bilməz. Ona elə bir, yəni ki, tərs danışmağı tövsiyə ediblər ki, yəni ki, belə deyək də, qulaqcıq, artıq eski danışa da bilməz o. O müdrik kimi danışa da bilməz. Müdrik kimi işdə görə bilməz. O, yəni ağıl, biraz da ağlı getmiş bəndələr kimi danışmalıdır. Bunu buyururlar ona. Və belə də etməlidir. Buyruğu belə alır, belə də danışmalıdır. Çünki özündə müdriklik yox, müdrikliyi də ona şamil etmirlər. Biraz başqa cür danışmalıdır. Amma Mr. X var. Ağıllı bəndədir. Deyərdim ki, müdrikdir. Kənarlaşıb güya, amma yaxındadır. Və o çalışacaq ki, bu dünyada sabitlik yaratsın. Amma
yadınızdan çıxarmayın. Yuxarıda nəyi qeyd etdim? Dini siyasətə qatanlar var. Dinlə bağlı hər hansı bir sazişlər imzalatdırmaq istəyənlər var. Belə getməyin. Uymayın tələlərə. Bilirsinizmi mənim əzlərəm? Bizim öz ərazi, yəni dövlətlər var. Hansı ki onlara bel bağlamaq olar. Bilirsinizmi? Hər bir dövlət öz mənafeyini güdür. Dövlət deyirəm. Başçı yox. Buna edən başçıdır. Əlbəttə ki. Amma öz mənafeyini yox, dövlətinin mənafeyini güdür. Millətinin. Bəli. Odur ki, yəni düşünüb daşınmayın ki, hansısa bir dövlət daha sıx, daha yaxın olacaq. Qardaşdan yaxın deyərdim ki, dostdur. Amma dosta gəldikdə köhnə dostlar daha qiymətli olur. Dövlətlər arasında qardaş da olur. Yəni qardaş çox sayda da ola bilər. Ən qədər. Bəli. Dost da ola bilər. Çox sayda. Həyatda bir bəndənin bir dostu olmalıdır. Amma dövlətdə çox ola bilər. Müttəfiqində, tərəfdaşında. Amma hər birinin istəyi arzusu var axı. Biz müstəqil dövlət kimi, suveren dövlət kimi öz suverenliyimizi, müstəqilliyimizi qorumalıyıq. Ərazi bütövlüyümüzü qorumalıyıq. Sərhədlərimizi qorumalıyıq. Və sərhəddən, bax, o yana keçməməliyik. Heç bir tərəfdən. Yenə də deyirəm, var elə dövlətlər ki, düşünüb daşınırsınız ki, yaxındır. Yəni ki, və yaxın olaraq da həmişə qalacaq. Əgər fikirlərsəniz ki, elə dövlət var ki, nə deyim mənim əzlərəm? Deyimmi dilim gilim olasan ay diləm? Demirəm, mənim elə köhnə videolarıma təkrarən vərəqləsəniz kitab kimi aydın olar ki, danışdıqlarımın hər biri təkrarçılıqdır və təkrar fikir və düşüncələrimlə bölüşdüm. Yenilik yoxdur. Yenilik o vaxt olacaq ki, sülh, əminamanlıq, firavanlıq olsun və hər kəs öz yaxınını, dostunu yanında bilsin. O zaman bugünkü məqamda hər şey tərsə tikilən cib kimidir. Bunu demək istəyirəm. Gözləyin, müharibələr sabitləşsin. Hər şey qaydaya düşsün. Daha sonra vergül qoyuram. Nöqtə qoymuram. Davamı olacaq. Çünki müharibə gedir. Bir dövlətdə müharibə gedərsə, onun təsiri kənar dövlətlərə də keçir. Bunu bilin. Və bugün Rusiya-Ukrayna savaşı yenə də təkrar edirəm. O silah sursatlar filan bəhmən verilərsə, Ukraynaya, əziyyətini Ukrayna yox, elə Avropa dövlətləri çəkəcək. Onların daxilində çox böyük çaxnaşma var.
Çox böyük. Alttan elə bilirsiniz ki, Rusiyaya əl uzadan yoxdurmu? Var. Burunlarının ucu göynəyir Rusiya üçün. Fikirləşməyin başqa bir şeylər Rusiya haqqında. Rusiyanın başında bugün Putindir. O isə deyərdim ki, kəlləsi möhkəm bir kişidir. Kişi deyirəm. O satqın deyil.